İslam nədir? Quran bizdən nə istəyir? İslam sadəcə bir din deyil. O, həyatın hər sahəsini əhatə edən ədalətli, mərhəmətli və insani bir həyat tərzidir. Namaz, oruc, zəkat və həc kimi ibadətlər onun yalnız görünən tərəfidir. Əslində İslam haqqın, ədalətin, mərhəmətin və vicdanın adıdır. Bəs Quran, İslamın əsas mənbəyi, bizdən nə istəyir? Gəlin birlikdə düşünək və təsəvvür edək. Bu qaydalara əməl edən bir cəmiyyət qurulsaydı, dünya necə olardı? 1. Ədalətli olmaq. Çünki ədalət dinin özəyidir. Maidə 8-ci ayə. Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Ədalətli olun. Bu təqvaya daha yaxındır. 2. Ata-anaya hörmət və mərhəmət. Onlara uf belə deməmək. İsra 23-cü ayə. Rəbbin ata-anana yaxşılıq etməyə əmr etdi. Onlardan biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatsa, onlara uf belə demə. 3. Ölçü və çəkidə dürüstlük. Aldatmadan ticarət etmək. Ənam 152-ci ayə. Ölçüyə və tərəziyə tam ədalətlə riayət edin. 4. Günahsız cana qıymamaq. Bir insanın həyatı bütün bəşəriyyətin həyatı qədər dəyərlidir. Maidə 32-ci ayə. Kim bir insanı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüş kimi olur. 5. Yaxşılıq etmək. Allah yaxşılıq edənləri sevir. Bəqərə 195-ci ayə. Yaxşılıq edin. Həqiqətən Allah yaxşılıq edənləri sevir. 6. Yetimlərin, zəiflərin haqqını qorumaq. Onların malına toxunmamaq. Nisa 10-cu ayə. Yetimlərin mallarını haqsızlıqla yeyənlər qarınlarına ancaq ot doldururlar. 7. Ehtiyac sahiblərinə yardım. İmkan daxilində paylaşmaq. Bəqərə 177-ci ayə. Sevdiyi malından qohuma, yetimlərə, yoxsullara, müsafirə, dilənçiyə və qul azad etməyə sərf edənlər. Onlar imanlarında doğru olanlardır. 8. Dünya malı üçün haqq tapdamamaq. Zənginlik hər şey deyil. Hicr 15-ci ayə. Qazandıqları dünya malı onlara heç bir fayda vermədi. 9. Qohuma, yoxsula və müsafirə haqqını vermək. İsraf etmədən, xəsislik etmədən. İsra 26-cı ayə. Qohuma haqqını ver, yoxsula və müsafirə də, amma israf etmə. 10. İsraf və xəsislik arasında orta yol tutmaq. Ən ideal iqtisadi intizam. Fürqan 67-ci ayə. Xərclədikdə nə israf edər, nə də xəsislik edər. İkisinin arasında orta yol tutarlar. 11. Yoxsulluq qorxusu ilə evladlarınızı öldürməmək. Ruzini Allah verir. İsra 31-ci ayə. Yoxsulluq qorxusu ilə evladlarınızı öldürməyin. Onların da, sizin də ruzisini biz veririk. 12. Zinadan uzaq durmaq. Ailəni, nəsli və cəmiyyəti qorumaq. İsra 32-ci ayə. Zinaya yaxınlaşmayın. Bu çox pis bir əməl və murdar bir yoldur. 13. Bilmədiyin işin dalınca getməmək. Düşünən, araşdıran beyin yetişdirmək. İsra 36-cı ayə. Haqqında bilgin olmayan şeyin ardınca getmə. 14. Təkəbbürlə gəzməmək. İnsana öz yerini xatırlatmaq. İsra 37-ci ayə. Yerdə təkəbbürlə gəzmə. Sən nə yeri yara bilərsən, nə də dağlara çata bilərsən. 15. Yalan danışmamaq. Dürüstlük əsas prinsipdir. Zümər 3-cü ayə. Allah yalançıları və kafirləri doğru yola yönəltməz. 16. Ədalətli şahidlik etmək. Hətta yaxınlarına qarşı olsa belə. Nisa 135-ci ayə. Özünüzün, valideynləriniz və ya qohumlarınızın eleyhinə olsa belə ədalətlə şahidlik edin. 17. Döyüşdə qətiyyət, əsirlərə mərhəmət. Qəddarlıq yox, ədalət. Mühəmməd
4-cü ayə. Əsirləri ya qarşılıqsız azad edin, ya da fidyə ilə. 18. Rüşvət və haqsızlıqdan uzaq durmaq. Cəmiyyəti məhv edən bunlardır. Bəqərə 188-ci ayə. Hakimlərə rüşvət verməyin ki, insanların malını haqsızlıqla yiyəsiniz. 19. İçki, qumar, narkotik və ziyanlı vərdişlərdən uzaq durmaq. Şeytan əməlidir bunlar. Maidə 90-cı ayə. İçki, qumar, şeytan əməlidir. Onlardan uzaq durun. 20. Faizdən, yəni sələmdən çəkinmək, insanları çöktürməmək. Bəqərə 276-cı ayə. Allah faizi məhv edər, sədəqələri artırar. 21. Yetimləri atalarının adı ilə çağırmaq, şəxsiyyətlərini qorumaq. Əhzab 5-ci ayə. Onları atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. 22. Zülmə susmamaq. Susan, zalımın ortağıdır. Hud 113-cü ayə. Zalımlara meyil etməyin, yoxsa oda düşərsiniz. 23. Bağışlamaq və kin tutmamaq. Mərhəmət və ədalət üçün. Maidə 8-ci ayə. Bir topluluğa olan nifrət sizi ədalətsizliyə sövq etməsin. 24. Oxumaq, düşünmək, elm öyrənmək. Quran düşünənlər üçündür. Ələq 1-ci ayə. Oxu. Yaradan Rəbbinin adıyla. Fatir 28-ci ayə. Qullar arasında ancaq alimlər Allahdan qorxar. Quranda belə ayələrin sayı minlərlədir. Biz sadəcə bir neçəsini misal gətirdik. İslam bizdən bunları istəyir. Ədalət, mərhəmət, dürüstlük, elm, sülh və vicdan. Bəs İslama nifrət hardan qaynaqlanır? Bir sistem ədaləti, elmə yönəlişi, kasıba yardımı, rüşvətə qarşı mübarizəni, günahsız canın qorunmasını, yetimin haqqını tələb edirsə, ona niyə nifrət olsun? Bəlkə də nifrət edənlər zalımlar, yalançılar, istismarçılar, rüşvətxorlardır. Çünki İslam onların qaranlıq işlərini ifşa edir, vicdanlarını narahat edir. Əgər vicdanınız rahatdırsa, Quranı oxuyun. O sizi haqqa çağırır, zülmətə yox, işığa.